Salam izləyicilər. Bu gün sizə vətəni Azərbaycan olan nar haqqında bilinməyən çox məlumatlar paylaşacağam. Belə ki, həm narın özü, həm qabığı, həm çiçəyi haqqında elə faktlar eşidəcəksiniz ki, qulaqlarınıza inana bilməyəcəksiniz. Gəlin birlikdə başlayaq. İlk olaraq onu demək istəyirəm ki, nar ürək sağlamlığını qoruyur. Belə ki, o pis xolesterinin oksidləşməsini azaldır, damarların elastikliyini qorumağa kömək edə bilər, qan dövranını yaxşılaşdırır, qan təzyiqinin tənzimlənməsinə dəstək ola bilər. Nar həm də C vitamini, E vitamini və antioksidantlarla zəngindir. Bu maddələr orqanizmin infeksiyalarla mübarizəsini dəstəkləyir. Soyuq dəymə və qrip mövsümündə immun sisteminə kömək edir. Hüceyrələri sərbəst radikalların zərərli təsirlərindən qoruyur. Belə ki, nar güclü antioksidant mənbəyidir. Narın antioksidant gücü yaşıl çay və bəzi digər meyvələrdən daha yüksək hesab edilir. Bu xüsusiyyət hüceyrələrin qocalmasını yavaşlada bilər, orqanizmi oksidləşdirici stressdən qoruya bilər. Nar dənələri liflərlə zəngindir. Bu, bağırsaqların normal fəaliyyətini dəstəkləyir. Qəbizliyin qarşısını almağa kömək edə bilər. Lakin narı tumları ilə bərabər yemək lazımdır. Yoxsa əksinə qəbizlik yarada bilər. Faydalı bağırsaq bakteriyalarını dəstəkləyə bilər. Dəri sağlamlığına kömək edə bilər. Nar kollagen istehsalını dəstəkləyir. Dərinin elastikliyini qoruyur, dərinin daha parlaq görünməsinə dəstək ola bilər. Nar beyin fəaliyyətini dəstəkləyə bilər. Bəzi araşdırmalar göstərir ki, nar yaddaşı gücləndirməyə, konsentrasiyanı artırmağa, yaşla əlaqəli zehni zəifləməni yavaşlatmağa kömək edə bilər. Nar idman edənlər üçün çox faydalıdır. Nar şirəsi əzələlərə oksigen daşınmasını dəstəkləyə bilər. Məşqdən sonra bərpanı sürətləndirir, yorğunluğu azaltmağa kömək edə bilər. Nar özü ilə bərabər qabığı da çox faydalıdır. Ənənəvi təbabətdə nar qabığından da istifadə olunurdu. Lakin bu istifadələrin hamısı güclü elmi sübutlarla təsdiqlənməsə də, lakin yenə də xalq təbabətində istifadə edilirdi. Nar qabığından tahinlər, flavonoidlər, antioksidant maddələr mövcuddur. Bunlar boğaz ağrısına kömək edə bilər. Nar qabığından hazırlanan ilıq dəmləmə bəzi insanlar tərəfindən qarqara məqsədi ilə istifadə olunur. İshal zamanı dəstək ola bilər. Belə ki, tərkibindəki taninlər bağırsaq hərəkətlərini yavaşlada bilər. Ancaq uzun müddət və həddindən artıq istifadə edilməməlidir. O, antioksidantlarla zəngindir. Nar qabığında da güclü antioksidantlar mövcuddur. Nar qabığından çay necə hazırlanır? Nar qabığını yaxşıca yuyun. Günəşdə və ya kölgədə tam qurudun. Kiçik hissələrə bölün və 1 stəkan qaynar suya 1 çay qaşığı qurudulmuş nar qabığı əlavə edin və 5-10 dəqiqə dəmləyin. Süzərək içmək lazımdır. Çox vacib bir məlumatı qeyd edim ki, gündə 1 stəkandan artıq istifadə etmək məsləhət görülmür. Ciddi bağırsaq probleminə yol aça bilər. Hər bir məhsul kimi, hər bir təbiətin bizə bəxş etdiyi nemətlər kimi narın da bəzi zərərləri vardır və narı istifadə edərkən diqqətli olmaq lazımdır. Belə ki, həddindən artıq istifadə mədə narahatlığı yarada bilər, qarın ağrısı, şişkinlik, ishal yarada bilər. Bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Xüsusilə təzyiq dərmanları, qan durulaşdırıcı dərmanlar qəbul edən şəxslər həkimlə məsləhətləşməlidirlər. Çünki nar da qan durulaşdırır, allergik reaksiyalar verə bilər, qaşınma, dəri səpkisi, nəfəs almaqda çətinlik yarada bilər. Nar qabığının çox istifadəsi təhlükəli ola bilər. Çünki nar qabığında yüksək miqdarda taninlər var. Həddən artıq istifadə etmək mədə qıcıqlanması, ürək bulanması və hətta ciddi qəbizliyə yol aça bilər. Gündə nə qədər nar yemək olar? Mütəxəssislər adətən tövsiyə edir ki, gündə yarım və ya bir orta ölçüdə nar yemək olar. Belə ki, 100-200 mg şəkərsiz nar şirəsi istifadə etmək olar. Gəlin indi isə sizə nardan xalq təbabətində necə istifadə ediblər, onu birlikdə öyrənək. Belə ki, narın vətəni Azərbaycandır. Quranda da nar təriflənmişdir. O turş, şirin və mələs olur. Şirin və mələs nar ağciyər, sinə, mədə və qaraciyər üçün münasibdir. Şirin nar şirəsinə şəkər və nişasta qataraq sinə tutulması və öskürək əleyhinə işlədirdilər. Budalaq üçün də faydalı hesab olunur. Turş narın şirəsi ilə qarqara etməklə ağızda olan yara və şişlərə qarşı mübarizə edirdilər. Lakin o öskürək, mədə ağrısı, sinə ağrısı və mədə xorasını olanlar üçün ziyandır. Narda qida maddələri o qədər də çox deyildir. Lakin narın tərkibində bədən üçün faydalı maddələr də vardır. Bağırsaqların daxili divarını təmizlədiyi üçün narı tumlu yemək məsləhətdir. Nar əsəb üçün xeyirlidir. Hamilə qadınlar üçün tövsiyə edilir. Lakin hamilə qadınlar yeyərkən həkimlə məsləhətləşməlidirlər.
Nar qan yaratmaq, həm də qanı saflaşdırmaq xüsusiyyətinə malikdir. Səhərlər ac qarnına nar yemək mədə üçün çox xeyirdir. Meşədə cır narın dənələri ishalı kəsməkdə çox təsirlidir. Onu suda qaynadıb süzərək istifadə edirlər. Nar şərab xörəklər üçün gözəl turşudur. Onu bal ilə qatıb dəri üzərində olan yara və sızanaqlara qarşı işlədirlər. Nar gülünün qaynanmış suyu damaqda qan axmaya qarşı faydalıdır. O həm də diş dibindəki damaq ətini möhkəmləndirir. Narın qabığından lap qədimdən rəngsazlıqda, dəriyə aşılamaqda istifadə edilmişlər. Video sizə faydalı olsa kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Siz hansı narı çox sevirsiniz? Şirin nar, yoxsa turş nar? Videonun rəy bölməsində bizimlə bölüşün. Özünüzə yaxşı baxın. Sağlam qalın.